İlham Əliyev bilirsiniz nə tərzi adamdır. O belə şalava iyi verən qəhvə olur, iyi verən belə nə gündə belə qadın olur, bilirsən. O adam onunla yatmaq üçün, onu qayırmaq üçün, onu sevmək üçün, onu öpmək üçün ilahi pərverdiyar nə qədər 70-dən yuxarı qradus tutaraq içməlidir ki, Zoğal da demirəm, amma zoğal birisi priятно olur, biraz digər morsa. Tutaraq biraz iyisi də sərt olur, özü də sərt. Nə qədər tutaraq içməlidir ki, İlham Əliyev bu şalavanı, bu divara işəyəni qayırsın, onu sevsin, onu öpsün. Bax, İlham Əliyev də elədir, bax. Nə qədər narkotikin dozasını çox eləmək lazımdır. Nə qədər hallı və yaxud piyan olmaq lazımdır ki, İlham Əliyevi sevəsən, o şalava, taşmandovka qadın kimi. Elə belə 100 əvvəl yenə, əvvəllər elə belə İlhamı dəstəkləyiblər, sonra yox. 100 qram, 200 qram verib danışdırırdılar bizə qarşı İlhamı dəstəkləyib. İndi yox, indicə putulka ilə içəsən, belə putulka ilə, yəni yıxılan, yerə yıxılan fason, yıxıl ha yıxıl da deyəsən, İlham Əliyev belədir. Elə deyilmi dostlar? Harada dəlilər var, harada narkomanlar var, İlham Əliyevi tərifləyir.